Assalamu alaykum. Uyghur Erkin Münazara topudaki qarindaşlar. Həmənlərinin muş vaxt xeyirlik bolsun. Mən Kanada Torontodan Gülfiyə. Ma qarindişimiz tünögünün yaqı topның içində ma casus, u casus da birimlərni yezib tikə. Şunun bilan mən bunda qarab isbatınız barmı dep buna yezib qoysamlam ayrım xanamğa telefonlarını qılıb şunda qılğan. Mən cavab verəmədim çünki o vaxtda tünögün yekşənbə boğaşqa ailə bilan birlə vaxt ötkəzgəşkə vaxtım ruxsat bolmadı da cavab verəməyəndim, aldıraşdım özüm şəxsi işlərimiz bilan. Bugün həm də düşdük tamaq vaxtı hazır bizning 12-dən 15 ötdü. Şuna muş topның içində bulunğan bir münazir bolğandan keyin mən ayrım xanısığa gəp qilishni muvafiq köməy muş topның içində mən muşu qarindişimizə bir neçə suallarımni burunmu sorğanda cavabsız qalğandı. Soray. Bu topның içiga siz şu nimali bolsun bir neçə qitim şəxsi nəslərini taşıdınız. Mən diqqət qılıb turdum bununğa. Bir qitim muşu Reyhangül degan bir xanımnınki Türkiyədəki ondaq bundaq deb şundaq şəxsi bir nəslərini taşladınız. Bula endi 200 adamni avar qilgan bo'lmamda. Bu yerdə özünüz nəhayət ədəblik, əxlaqlıqda gəp qıpsız. Rəhmət, şu ədəb əxlaqni həmmimiz saxlashimiz kerak deb o'ylayman. Ondan keyin birisini casus u bu depsiz. Haqiqatan casus bo'lsa, isbatınız bo'lsa, biz bilaylik ki, casuslar bizning aramızda tumusun degandekçi. Mening asli sormoqchi bo'lgan savolim Mavo mana hozir dey. Siz kim bo'lasiz? Siz biror tashkilotninki beshidimi yoki biror tashkilotga a'zo birsimi? Men sizni bek tonimaydi ekanman. Agar bir tashkilotlarning beshida birisi bo'lsangiz, o'zingizni tunishtirsangiz, hatto mushijli irqiy qirg'inchilik qilamiz deb shundaq bir nimalarni gaplarni qilibsiz. Men savol so'rgandim. Mushu irqiy qirg'inchilik to'g'risida adliya jihatdagi planingiz nima deb so'rsam, buningga javob bermadingiz. Masalan, mushta irqiy qirg'inchilik deb gapingizni taqib qo'ygan bilan lam irqiy qirg'inchilik degan xalqaro qabul bo'lib ketirgan ishmi? Bu bir qonuniy sotdan bir hukm chiqqanda qabul bo'lamdi yoki da endi masalanga. Birinchisi o'zingizni bir tunishtirib baqsangiz, ikkinchisi endi bu topda vatan xalqninki manfaatiga yaxshi bo'ladigan narsalarni muzokara qilyapmiz-ku. Sizning shu irqiy qirg'inchilik bilan shu nima shu ovozingiz bilan nimani qandaq bir g'albini kutyapsiz ovozingizni taqib qo'yish bilanchi? Oddiy bir ikki savol so'rab baqay. Rahmat.